Onları kassalarda, pul daxıllarında və bəzən yolun kənarında tapmaq olur. Amma Amerika penisi çox yaxında reallikə çevrilə bilər. Çünki prezident Donald Trump Birləşmiş Ştatların Maliyyə Nazirliyinə 1 sentlik sikkənin istehsalını dayandırmaqla bağlı göstəriş verir. Bu ilk dəfə deyil ki, bu ideya ortaya atılır. 1970-ci illərdən bəri misin qiyməti artdığına görə hər 1 sentlik sikkəni istehsal etmək 3,7 sentə başa gəlir. ABŞ Maliyyə Nazirliyi təkcə ötən il onların istehsalı üçün 85,3 milyon dollar pul itirib. Bir zamanlar bir peni ilə şəkər almaq olsa da, indi inflyasiyaya görə sikkələrin demək olar ki, heç bir dəyəri yoxdur. Kanada və Avstraliya kimi bəzi ölkələr artıq 1 sentlik sikkələrini ləğv ediblər. Macarıstan və Çexiya kimi başqaları isə əsas pul vahidlərini bölməyi dayandırıblar. Ancaq ABŞ-da penin istehsalını dayandırmaq üçün qanun layihəsi 1990-cı ildən bəri təqdim olunsa da, sikkə indiyədək istehsal olunur. Sink və mis şirkətləri Americans for Common Sense təşkilatları vasitəsilə hökuməti lobbi edib. İstehlakçılar isə onların qiymətlərə təsiri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Penini ləğv etmək üçün daha çox 5 sent dəyərindəki nikellərin istehsal olması tələb olunacaq ki, onu istehsal etmək dəyərindən daha da baha başa gəlir. Amma penilər nostaljik və mədəni əhəmiyyətə malikdir. Bundan əlavə, penilərin istehsalı ilə bağlı debat həmçinin nağd puldan uzaqlaşaraq rəqəmsal ödənişlərə keçidin ən yoxsul Amerikalılara necə təsir göstərdiyinə dair müzakirələrə yol açır. Bəs prezident peninin istehsalını dayandıra bilərmi? Valyuta ilə bağlı qərarı adətən Konqres versə də, Maliyyə naziri Scott Bessent Birləşmiş Ştatlar sikkəxanasına bir tərəfli qaydada onların istehsalını dayandırması üçün göstəriş verə bilər. Nəticədən asılı olmayaraq hazırda dövriyyədə 240 milyard peni var ki, bu da o deməkdir ki, onlar hələ uzun müddət istifadə olunacaq.